şərəfsiz danışma. Nə deyirsən? Canlı azlar. Onlar elə fikirləşir, amma günahsız olanlar da günahı çıxarmaq, yəni bu düz deyil axı, günahlı olan mənəm. Gecə saat 3-də pəncərədən daxil olaraq ev sahibini öldürdü. Uşaq nəğməsi gəlir, deyir, YouTube'dan kimsə uşaq nəğməsi qoşmuş. Sonra burada Düşündünüz ki, uşaqlar orada. O əllə vurdunuz, hansı nahiyəsinə vurdunuz? Boyun nahiyəsinin bu hissədən şax damarına tutdu deyəsən orada. Sadəcə qaranlıqda bilmədim hara vurmuş. Tutub çevirdim bura, sonra ayaqlarını götürdüm, qoydum bunun üstünə. Süfrənin üstündə benz olan. Sonra əlimdən tutub sürüb attım bura. Sonra neynədir? Telefonundan götürdüm yazışmaları sildim. Yəni onun götürülməsində ən azı 2-3 nəfər şəxs iştirak edirdi. Sizin tək başına o meyidi bu plyonka üzərinə qoymağınız Qeyd elədiyim kimi, yəni elə də bir asan da olmadı, düzdür onu eləməyə. hər hansı bir sərt çıxarıb kimisə köməyə çağırır. Qapı cəftəsinin səsini eşidən kimi qapını açıb qaçıb getdi. Köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməkdə təqsirli bilinən Zahir Soltanov və Leyla Abbasovanın cinayət işi. 2 ay sonra bu yazışmalarda nəsə tutdu gördü. Bunu bir dəfə yoluna qoydu. İkram sizə sizi öldürəcəyini, sizə qarşı hər hansı bir hərəkət edəcəyini deyib ya. Yoldaşımın ölümünü çıxmaq istəmirmişəm. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də